Hər vaxtınız xeyir. Gəlin bugün təhsildə çox vacib bir mövzuya toxunaq, amma yox, söhbət qiymətlərdən getmir. Söhbət inkişafdan gedir. Gəlin öyrənmə prosesini tamamilə dəyişən formativ qiymətləndirmənin nə olduğuna birlikdə baxaq. Heç olubmu? İmtahandan bir qiymət almısınız, amma sonra fikirləşmisiniz ki, yaxşı bu qiyməti aldım, bəs bundan sonra necə daha yaxşı olum? Əlinizdə heç bir yol xəritəsi olmadan qalmısınız. Gəlin bir anlıq təsəvvür edək. Qiymətləndirmə, yəni qiymət yazmaq, son qərar, bir növ hökm olmasaydı. Bəs əvəzində bir ustanın, bir inşaatçının işini yoxlamaq üçün istifadə etdiyi bir alətə bənzəsəydi necə? Gəlin bu inşaatçı bənzətməsini biraz daha açaq. Baxın, bir inşaatçı işə başlamazdan əvvəl nə edir? Əlbəttə ki, əlindəki layihəyə, yəni plana baxır. Eynilə öyrənən adam da, yəni şagird də əvvəlcə hədəfinin nə olduğunu aydın bilməlidir. Və necə ki, inşaatçı tikdiyi divarın əyri olub-olmadığını hər addımda yoxlayır, eləcə də öyrənmə prosesində dayanmadan irəliləyişi izləmək şərtdir. Deməli, təhsildə də eynən o tikintidəki kimi fərqli mərhələlərdə fərqli yoxlamalar var. Ümumiyyətlə, qiymətləndirmənin 3 əsas növü var. Birincisi, diaqnostik. Bu, bizim yola haradan başladığımızı göstərir. Yəni, bünövrəmiz nə yerdədir. Sonra gəlir summativ. Bu isə yolun sonunda hara çatdığımızı, yekün nəticəni göstərir. Amma əsl möcüzə ortada baş verir. Məhz formativ qiymətləndirmə bizə yol boyu bələdçilik edir, inkişafı təmin edir. Bəli, elə bu da bizi əsas məsələyə gətirib çıxarır. Gəlin indi diqqətimizi tamamilə o ikinci addıma, yəni prosesin özünə, qurmağa və təkmilləşdirməyə yönəldək. Yəni, formativ qiymətləndirmə nədir? Bu, sonda keçirilən bir imtahan, bir test deyil. Əsla. Bu, öyrənmə prosesinin içində baş verən, davamlı bir dialoqdur. Müəllimlə şagird arasında gedən bir söhbətdir. Nəyi başa düşdün? Harada ilişib qalmısan? Yaxşı, bəs indi növbəti addımımız nə olmalıdır? Bax, bu sualların cavabını axtarır. Bax, bu bənzətmə məsələni əla izah edir, elə deyilmi? İnşaatçı heç gözləyər ki, ev tam tikilsin, sonra baxsın ki, divar əyridir? Yox, elə işin ortasındaca o əyriliyi görüb dərhal düzəldir. Məsələ də elə budur. Hələ ki, nəsə dəyişmək mümkündür, o an müdaxilə etmək. Yəni, formativ qiymətləndirmənin məqsədi şagirdə fəal şəkildə yol göstərməkdir. Baxmaq ki, biz doğru yoldayıqmı? Prosesi izləmək. Əgər bir çətinlik varsa, onu elə anındaca o əyri divarı üzə çıxarmaq və təkcə göstərmək yox, həm də onu necə düzəltmək lazım olduğunu izah etmək. Və beləcə şagirdi yenidən o əsas hədəfə, o layihəyə qaytarmaq. Yaxşı, bəs bütün bunları praktikada necə etmək olar? Müəllimlər bu bələdçiliyi sinifdə necə həyata keçirirlər? Gəlin, bayaqki inşaatçının alət çantası kimi təsəvvür edə biləcəyimiz 5 əsas strategiyaya baxaq. Birinci alət, hədəfləri aydınlaşdırmaq. Yəni, həm müəllim, həm də şagird layihənin nə olduğunu dəqiq bilməlidir. Dərsin sonunda nəyi bacarmaq lazımdır? Məsələn, yaxşı esse yaz demək biraz havada qalan bir şeydir. Amma desək ki, sübutlara əsaslanan 3 fərqli arqumentdən ibarət bir esse yaz, bax bu artıq konkret, aydın bir hədəfdir. İkincisi, anlama səviyyəsini yoxlamaq. Və bu, sadəcə uşaqlar başa düşdünüz deyə soruşmaq deyil. Çünki buna çox vaxt hamı hə deyir. Yox, müəllim qısa tapşırıqlarla, müzakirələrlə, hətta bəzən baş barmaqları yuxarı-aşağı etmək kimi çox sadə üsullarla şagirdlərin mövzunu həqiqətən mənimsəyib-mənimsəmədiyini yoxlayır. Üçüncü strategiya, irəliyə aparan rəy vermək. Yəni, şagirdə sadəcə bax bu səhvdir demək yox, ona yol göstərmək. Məsələn, gələn dəfə arqumentini daha güclü etmək üçün bax bu mənbədən də istifadə et kimi konkret bir təklif vermək. Yəni, rəy keçmişdəki səhvə yox, gələcəkdəki addıma fokuslanmalıdır. Dördüncüsü, komanda işi. Yəni, şagirdləri bir-birləri üçün bir öyrənmə mənbəyinə çevirmək. Bəzən olur axı, müəllimin izah etdiyini sinif yoldaşın sənə daha yaxşı başa salır. Şagirdlər bir-birinin işinə rəy verəndə həm özləri mövzunu daha dərindən başa düşürlər, həm də bir yerdə işləməyi öyrənirlər. Və nəhayət beşincisi, bəlkə də ən vacibi, şagirdləri öz öyrənmə proseslərinin, necə deyərlər, sahibi etmək. Bu nə deməkdir? Bu o deməkdir ki, şagird artıq özü öz irəliləyişini izləyir. Harada güclü, harada zəif olduğunu analiz edir və özü üçün yeni hədəflər qoyur. Artıq o, sadəcə təlimatları yerinə yetirən yox, öz öyrənmə səyahətini idarə edən birinə çevrilir. Bax, bu sözlər üçüncü strategiyanın, yəni rəy verməyin əsl mahiyyətini ortaya qoyur. Yəni, effektiv rəy qiymət yazmaq deyil,
O, şagirdə təkmilləşməyə gedən yolu göstərən bir bələdçidir, bir mayaqdır. Yaxşı, bütün bu strategiyalar bir araya gələndə nə baş verir? Nəticə nə olur? Nəticə sadəcə yaxşı qiymətlər olmur, yox. Nəticədə daha güclü, daha müstəqil öyrənənlər yetişir. Çünki biz formativ qiymətləndirmədən istifadə edəndə bütün fokusu dəyişirik. Məqsəd artıq sadəcə bir imtahandan keçmək olmur. Məqsəd istənilən şeyi öyrənmək üçün lazımi bacarıqları inkişaf etdirmək olur. Və bəlkə də ən vacib nəticə budur. Bu proses şagirdlərə öz öyrənmə prosesləri haqqında düşünməyi öyrədir. Buna metakognisiya deyirlər. Yəni, öz düşüncən haqqında düşünmək bacarığı. Və bu, sadəcə məktəb üçün yox, bütün ömür boyu uğurlu olmağın təməl daşıdır. Bu yanaşma təhsilə olan bütün baxışımızı dəyişə bilər. Bir anlıq düşünün. Əgər məktəbin əsas məqsədi nə bildiyini sübut etmək yox, necə öyrəndiyini fundamental şəkildə daha da yaxşılaşdırmaq olsaydı,